Bugün sizlərə dünya futbolunun ən məşhur və ən uğurlu hücumçularından biri haqqında danışıram. Bu futbolçu sürəti, gücü, vurduğu qollar ilə futbol tarixində özünə xüsusi yer qazanmışdı. Söhbət Kamerunlu əfsanəvi futbolçu Samuel Eto'dan gelir. Samuel Eto'o 10 mart 1981-ci ildə Kamerunun Douala şəhərində anadan olmuşdu. O uşaqlığından futbola böyük maraq göstərirdi. Kiçik yaşlarından dostları ilə küçələrdə futbol oynayaraq öz bacarıqlarını inkişaf etdirirdi. Onun ən böyük arzusu bir gün böyük futbolçu olmaq və dünya səviyyəsində tanınmaq idi. Gənc yaşlarında o Avropaya gedərək futbol karyerasını inkişaf etdirməyə başladı. İlk olaraq Real Madrid klubunun akademiyasına qoşuldu. Lakin o qədər çox oyun şansı əldə edə bilmədi və bir neçə kluba icazə əsasında oynadı. Daha sonra Eto'o Mallorca klubuna transfer oldu və bu qədər özünü tam şəkildə göstərməyə başladı. Mallorca'da oynadığı dövrdə o çoxlu qollar vurdu və komandanın ən vacib oyuncularından birinə çevrildi. Elə məhz bu uğurlu çıxışlar sayəsində Avropanın böyük klublarının diqqətini çəkdi. 2004-cü ildə Samuel Eto'o Barcelona klubuna transfer oldu. Bu transfer karyerasında yeni və möhtəşəm bir dövrün başlanğıcı olmuşdu. Barcelona'da oynadığı illərdə o dünyanın ən yaxşı hücumçularından birinə çevrildi. Barcelona Eto'o bir çox futbolçularla birlikdə oynadı. Onların arasında Ronaldinho, Lionel Messi, Xavi və Iniesta kimi dünya ulduzlar var idi. Samuel Eto'o Barcelona'da çoxlu titullar qazandı. O komanda ilə birlikdə İspaniya çempionu və UEFA Champions League turnirini bir neçə dəfə qazandı. Xüsusilə 2006-cı və 2009-cu illərdə Çempionlar Liqasının final oyunlarında vurduğu qollar onun nə qədər böyük futbolçu olduğunu göstərdi. Samuel Eto'o sürətli və texniki hücumçu idi. O qapı qarşısında çox soyuqqanlı davranırdı və müdafiəçilər üçün təhlükəli oyunçu hesab olunurdu. Onun ən böyük xüsusiyyətlərindən biri isə qalibiyyət ruhu idi. O meydanda həmişə maksimum gücü ilə oynayırdı. 2009-cu ildə Eto'o Inter Milan klubuna transfer oldu. Burada o böyük uğurlar qazandı. Inter ilə Çempionlar Liqasını qazandı və komanda ilə tarixi treble, yəni 3 böyük kubok qazandı. Samuel Eto'o yalnız klub səviyyəsində deyil, milli komandada da böyük uğurlar əldə edə bilmişdi. O, Cameroon National Football Team ilə Afrika Millətlər Kubokunu qazandı və ölkəsində ən böyük futbolçularından birinə çevrildi. Bir çox futbol mütəxəssisləri Samuel Eto'nun Afrika tarixinin ən yaxşı futbolçularından biri hesab edir. O, Afrikadan çıxaraq dünya futbolunda böyük uğurlar qazanmış nadir oyunculardan biridir. Samuel Eto'nun həyat hikayəsi bizə göstərir ki, zəhmət və inam insanı böyük uğurlar apara bilər. O, çətin şəraitdən çıxaraq dünyanın ən böyük stadionlarında oynamağa bacardı. Bugün Samuel Eto'o futbol dünyasında hörmət edilən bir şəxsdir və futbolun inkişafı üçün müxtəlif layihələrdə iştirak edir. Sonra demək istəyirəm ki, Samuel Eto'o sadəcə böyük futbolçu deyil, həm də zəhmətin, iradəsinin və uğurun simvoludur. Diqqətinizə görə təşəkkür edirəm.